Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi 23 və 25 iyun tarixlərində növbəti sertifikasiya imtahanı keçiriləcək və həmin imtahanda iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə sertifikasiya model sınaq 8 ilə qarşınızdayıq. 7 dənə sınaq kanalda yerləşdirilib. Kanalda rahat tapmaq üçün playlist hissəsində sertifikasiya model sınaqlar 2026 playlistinə daxil olursunuz. Sınaqları ardıcıl olaraq izləyə bilərsiniz. Həmin sınaqlar son sertifikasiya əlavə olunan mövzular əhatə edir. Hansı ki, faiz məsələsidir, onluq kəsirlərdir, fəza fiqurları və s. İndi keçək suallarımızın izahına. Suallar izahına keçməmişdən öncə qeyd edeyim ki, dəyərli müəllimlər, 2027-ci il sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün digər qruplarımıza qeydiyyat davam edir. Ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, birinci sualımız, bir meyvə mağazasında satılan meyvələrin çəkiyə görə paylanması aşağıdakı dairəvi diaqramda göstərilmişdir. Mağazada 30 kiloqram çiyələk və 36 kiloqram ərik olduğuna görə diaqramda şaftalı üçün ayrılmış hissəyə uyğun bucağın ölçüsü neçə dərəcədir? Bu tipli suallarda müəllimlər, yəni ümumiyyətlə diaqram, qrafik diaqramlar, sütun diaqramlarında normalda müəllimlər çətinlik çəkir. Dairəvi diaqramda ən vacib məsələ dairəvi diaqramın 360 dərəcə olduğunu bilməkdir. Burada albalı 85 dərəcə göstərilib. Ərik burada düz bucaq kimi göstərilir. Yəni düz bucaq yazmasa belə biz bilirik ki, bu 90 dərəcədir. İndi bizim üçün konkret informasiya harda var? Əriyin 36 kiloqram olduğu verilib və burada da dərəcəsi 90 dərəcə verilib. Deməli, 90 dərəcə 36 kiloqrama uyğundur. Sadə tənaşıq quracağıq. Dəyərli müəllimlər və çiyələyin çəkisi verilib. Mən çiyələyin çəkisi verilib, amma çiyələyin dərəcəsini bilmirəm. Deməli, bu çiyələyin çəkisindən istifadə edib, çiyələyin dərəcəsini də tapandan sonra artıq albalının dərəcəsi, ərik və çiyələyin dərəcəsini bildiyimə görə şaftanın dərəcəsini də rahat tapa bilərəm. Deməli, ilk öncə nə edəcəyik? Çiyələyin neçə dərəcəyə uyğun gəldiyini tapaq. Çiyələk 30 kiloqramdır və burada yazıram x dərəcə. Az dərəcəyə az çəki uyğun gələcək, çox dərəcə çox. Bunu çarpaz formada həll eləsək, 36 vurulsun x bərabərdir 90 vurulsun 30-a. İxtisarlarımızı eləsək 36 18-ə 2 dəfə, 90 18-ə 5 dəfə. 2 2-yə 1, 32-yə 15. X də bərabər 15-i 5-ə vuranda 75 dərəcə. Deməli, çiyələk də 75 dərəcəyə uyğun gəlir. Artıq 4 meyvədən 3-ünün dərəcəsini bilirəm. Şaftalının dərəcəsini rahatlıqla tapa bilərik. 360 dərəcədən çıxacam, albalının 85 dərəcəsi, üstə gələk çiyələyin 75 dərəcəsi, üstə gəl əriyin 90 dərəcəsi. Və bunların hər birini toplayıb 360-dan çıxanda qalacaq 110 dərəcə. Doğru cavab B variantı. Növbəti sürət məsələsindən bağlı maraqlı bir sual var. Kənddən hava limanına sərnişin aparan sürücü 2 saat sonra spidometrə baxıb gördü ki, 120 kilometr yol gedib. Sürücü başa düşdü ki, bu sürətlə gedərsə limana 20 dəqiqə gecikəcək, ona görə də sürətini artırır və limana 40 dəqiqə tez çatır. Kənd ilə liman arasındakı məsafə 300 kilometr olarsa, sürücünün son sürətini tapın. Hardan başlayaq? Bizə deyir ki, 2 saat sonra spidometrə baxıb gördü ki, 120 kilometr yol gedib. Buradan biz sürücünün sürətini müəyyənləşdirə bilərik. 120-ni bölərəm 2-yə bərabərdir 60 km bölünsün saat. Ümumi məsafəmiz 300 km-dir, dəyərli müəllimlər. Bunun da 120 km gedilib. 300-dən 120-ni çıxaram, görək nə qədər gedilməyən məsafə qalıb. 180 km qalıb. Bunu bu formada yazdıq. İndi 180 km qalıb. İndi bizə deyir ki, sürücü başa düşdü ki, bu sürətlə gedərsə limana 40 dəqiqə gecikəcək. Gəlin biz sürücünü bu sürətlə aparaq. 180 kilometri 60 sürətindən geçsə bərabər eləyər 3 saata. 3 saat. Amma 3 saat 20 dəqiqə gecikmək deməkdir. 3 saatı saat və dəqiqə çevirsək bunu 2.60 kimi yaza bilərəm dəyərli müəllimlər, bəli. 2 saat 60 dəqiqə mən gedirəm limana. Amma 20 dəqiqə gecikirəm. Onda mənim çatma vaxtım nə vaxtdır? 2.60-dan çıxıram 20 dəqiqəni, yəni 0-20 yazaq da bura. Elə 20 dəqiqə yazaq. 20 dəqiqə. Bu da bərabərdir, qalır 2 saat 40 dəqiqə çatma vaxtı. Maraqlı sualdır, müəllimlər, çatma vaxtı. İndi baxıraq növbəti var idi.
Ona görə sürəti artırdı və limana 40 dəqiqə tez çatdı. Normalda 2:40-a çatmalıdır. Nə gecikməlidir, nə də tez getməlidir. Amma bizə deyir ki, 40 dəqiqə tez çatır. Onda neçə saata çatacaq? 2:40-dan 40 dəqiqə tez nə deməkdir? 40 dəqiqəni çıxıram. Bərabərdir 2 saat. Deməli, qalan məsafəni sürəti artırır və 2 saata çatır. Qalan məsafəmiz nə qədər idi? 180. 180-i də 2-yə böləndə 90 kilometr bölünsün saat. Doğru cavabdır. Çətin sual deyil. Sadəcə mərhələsi çoxdur. Həm orada sürəti tapmaq, nə qədər qalmaq, 40 dəqiqə gecikmək, 20 dəqiqə gecikmək, bunlar çox vacibdir və maraqlı sualdır. Yəni mərhələləri daha çoxdur. Üçüncü sualımız mərtəbə siniflə bağlıdır, dəyərli müəllimlər. Televizorun qiyməti avtomobilin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 2 dəfə çoxdur. Avtomobilin qiyməti 45.600 manatdırsa, bizə deyir ki, avtomobilin qiymətini göstərən yüzlüklər mərtəbəsi və avtomobilin qiyməti bu tərəfdə bizə konkret olaraq verilib. Nə qədər? 45.600 manat. İndi bu avtomobildir, avtomobil. Gəlin televizoru tapaq. Yüzlüklər mərtəbəsindəki rəqəm. Baxaq, mərtəbəni necə sayırdıq? Sağdan sola doğru. Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Amma 6-nın mərtəbə qiyməti 600-dür. Və bundan da 2 dəfə çoxdur. 600-də 2-yə vuranda dəyərli müəllimlər 1200 manat. Deməli, televizorun qiyməti neçə manat olacaq? Televizorun qiyməti 1200 manat. Doğru cavab C variantı. Dördüncü suala baxırıq. Torbadan daş çıxarmaq məsələləri bu vacib suallardandır. Mən kanalımızda torbadan daş çıxarmaq, Hüsam Əmcalı olub, torbadan daş çıxarmaq məsələləri yazın. Bu sualların bütün tiplərinə orada toxunulub. Sadəcə diqqətli olmağınız şərtdir. Torbada 20 ağ, 25 sarı və 30 qırmızı top var. Torbaya baxmadan ən azı neçə top çıxarmaq lazımdır ki, çıxarılan toplardan ən azı 3-ü hökmən qırmızı olsun. Bu tipli sualların bir xətti var, bir ana xətti var. Qayda qanunu var. Bu tipli suallarda ən pis hala baxılır. Ən pis hal. Ən pis hal nə deməkdir? Yəni mən müəllim elə əlimizi birinci dəfə atanda 3 dənə qırmızı top gəlsin. Ola da bilər, olmaya da bilər. Amma mən elə bir top çıxarmalıyam ki, artıq sənə 100% cavab verim ki, növbət dəfə bəli, qırmızı top çıxacaq. Bunun üçün nə etməliyik? Biz bəxtsiz ən pis halımıza baxırıq. Əlimi mən torbaya 20 dəfə atdım. 20 dəfə ağ top çıxdı. İstədiyim gəlmədi də. Növbət dəfə atdım əlimi 25 dəfə sarı top gəldi. Artıq torbada nə ağ top qalıb, nə sarı top qalıb. Mən burada sənə 100% cavab verə bilirəm ki, növbət dəfə mütləq çıxan toplar qırmızı olacaq. Burada da 1 deyirsə 1 gələrsən, 3 deyirsə 3 gəlirsən, üzərinə 3 gəlirsən. 45 bu deyilədir, 48. Aydın oldu. Bax, bu sualın məntiqi odur. Müəllimlər bəzən burada çaşır, nəyə görə çaşır? Deyir, müəllim elə başdan üstünə qırmızı top gəlsin də. Bu ola bilər, amma olmaya da bilər. Bəzən bəlkə sarı gəldi, bəlkə bir dənə. Deməli, sən elə bir vəziyyətə gətirməsən ki, 100%, yəni mütləq doğru olsun da, başa düşün, işlərini garanti alırsan. Türklər bu mövzuya garantiləmə sorular deyir. Yəni, garanti alırsan ki, artıq bundan sonra heç nə qalmadı. Növbəti sualımız. İbtidai riyaziyyatın olmazsa olmazı. Son Naxçıvan sertifikasiya imtahanında da düşmüşdü kater məsələsi. Motorlu qayıq göldən 5 saat üzdükdən sonra bu gölə tökülən çay üzərində axına qarşı hərəkət etdi. Motorlu qayıq çay üzərində 4 saata 40 km yol getdi. Çayın axma sürəti 2 km bölünsün saat olarsa, motorlu qayıq cəmi neçə kilometr yol getdi. Əvvəlcə bunun məntiqini başa düşməyə çalışaq. Bu bizim gölümüzdür. Tutaq ki, göl axarsız sudur. Göldə kater ancaq öz sürəti hesabına hərəkət edir. Yəni su durğundur da, su olduğu kimi qalır. İndi buradan bura kater, çay axır. Bu kater göldən çaya keçirsə, çay bu formada axırsa oxa baxın, deməli bu axına qarşı olacaq. O zaman deyir çay üzərində 4 saata 40 km yol gedir. 40-ı bölürəm 4-ə, elədi 10 km bölünsün saat. Bu 10 km bölünsün saat sürətdir. İndi sual verirəm, hansı sürət? Axına qarşı sürət, az öncə dedik. Deməli, qayıq çıxılsın, çay bərabərdir 10-a. Axına qarşı da sürətlər bir-birindən çıxılır. Burada da çayın sürəti mənə konkret olaraq verilib. 2 verilib. Qayıq çıxılsın 2 bərabər 10-a. Qayıq bərabərdir 12 km bölünsün saat. Qayığın sürətini tapdım. İndi bizə deyir ki, motorlu qayıq cəmi neçə kilometr yol gedir.
Çay üzərində 40 kilometrimiz var. Bu konkretdir. Bunun işimiz yoxdur. Amma bu qayıq göl üzərində də hərəkət edib baxın. Göldə də 5 saat hərəkət edib. Və göldəki hərəkət qayığın öz sürəti hesabına olan hərəkətdir. Ona görə göldəki zamanını vuracaq qayığın öz sürətinə, yəni 12. Bu da bərabər elədi 60 kilometr. 40 burada, 60 burada. Toplayırıq. 0, 10. Cəmi 100 kilometr yol gedib. Doğru cavab C variantı. Həndəsə ilə bağlı maraqlı belə bir sualdır. Uzunluğu enindən 4 dəfə böyük olan, sahəsi 64 kvadrat santimetr olan 4 dənə düzbucaqlını, yəni eni düzbucaqlıdan söhbət gedir. Təbii ki, yan-yana qoydular. Alınan fiqurun perimetrini tapın. Gəlin əvvəlcə biz bu düzbucaqlının birini kənarda çəkək. Yəni bax bunun hansısa birini fərqi yoxdur. Bax bunu birini bir formada kənarda çəkək, anlamağa çalışaq. Uzunluğu enindən 4 dəfə böyükdür. O zaman enini x, uzunluğunu 4x götürək. Sahəsi 64'dür. Necə olacaq? 4x vurulsun x bərabərdir 64'ə. 4x'in kvadratı bərabər 64, x kvadratı bərabərdir 64'ü 4'ə böldük 16. X kvadratı 16'ya bərabərdir. O zaman x təbii ki 4'dür. Yəni nəyin kvadratı 16 edir? Bu mənada 4. Onda belə çıxır ki, dəyərli müəllimlər, bizim bu düzbucaqlımızın eni 4'dür, uzunluğu 16'dır. İndi gəlin perimetr. Perimetri burada sənin üçün çəkirəm ki, perimetr deyiləndə biz nəyi tapmalıyıq? Buradan bura, bu formada, buradan bura, bu formada, bu qırmızı, bu xəttlər bizə lazım deyil. Bunun üçün nə edəcəyik? Gəlin ölçüləri yazaq. N 4'dür, bura 16'dır. Diqqət edəcəyimiz məqamlar bax buradan bura qədər olandır. Bütövi bunun buradan 16'dır. Amma bura 4'ü bizə lazım deyil deyə, bax bu hissə bizə lazım deyil. Deməli bura 12 qalacaq. Bildiniz də bu hardan alınır? 12, bura 4, bura 12, bura tamdır 16, bura 12, 4, 16, 4, 16, 4, 16. Ölçülər üzərinə yazdıq, dəyərli mənim. Bəli, bizdən qalır nə? Bunları hesablamaq. Gəlin, baxaq görək 4-dən neçə dənədir? 1, 2, 3, 4, 5. 5 dənə 4'ümüz var. Ona görə 5 vurulsun 4. Üstə gələk. Gəlin, 16'ları hesablayaq. 16, 1, 2, 3, 4, 5. Elə 5 dənə də 16'mız var, üzərinə gəlinsin. 5 vurulsun 16, üzərinə gəlinsin. 12'lərə baxaq. 1, 2, 3. 3 dənə də 12 var. Bərabər 20, 80, 136, 136. Doğru cavab A variantı. Növbəti 7-ci sualımız mühakimə ilə bağlıdır. Bu arada deyim ki, sualların hər biri rəsmi suallar və onların əsasında hazırlanmış suallardır. Rəqəmləri müxtəlif olan 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 2227-dir. Bu ədədlərdən ən kiçiyi ən az neçə olar? Bu mövzu olaraq mühakimə məsələləridir. Neçə dənə ədəddən söhbət gedir? 3 dənə. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd bərabərdir 2227. Bizə deyir ki, bu ədədlərdən ən kiçiyi ən azı. Ən az dediyini mən x qəbul edirəm. Qayda var. Məndən ən kiçiyi soruşulursa, bu ədədlərdən biri minimum neçə olar deyirsə, digərlərini ən böyük götürəcəm. Ən böyük 3 rəqəmli ədədimiz 999-dur. Amma götürə bilmərik. Niyə? Niyəsi ondan ibarətdir ki, rəqəmləri müxtəlif deyir. Ona görə biz götürəcəyik 987. Üzərinə gəlinsin. Digərini də 987 götürə bilərəm ki, mənim ədədim daha da kiçik olsun. Amması var. Burada rəqəmlərin müxtəlif olmaqla yanaşı, ədədlər də bir-birindən müxtəlif olmalıdır. 986 olacaq, ən böyük. Bir də müəllimlər bəzən burada deyir ki, müəllim buradakı 9-8 burada da var. Bu, ədədlərin bir-birindən müxtəlifliyi və öz aralarında. Əgər bizə desə ki, şərtdə əlavə versə ki, ədədlərdəki rəqəmlər də bir-birinə fərqli, o tamam başqa bir şey. Yəni ona görə onu qarışdırmayın. Buradan da x bərabərdir. Bu 1973 eləyir. 2227-dən 1973 çıxanda qalır 254. Doğru cavab elədi D variantı. Bununla da bağlı kanalda kifayət qədər dərslərimiz var. Hər mövzu ilə bağlı kanalda dərslər var. Sadəcə baxmağınız lazımdır. 8-ci sualımız. A bölünsün 128, 34, qalığımız da K. Bölmə əməlində bölünənin ala biləcəyi ən böyük ədədi tapın. Ən böyük ədədi tapmaq üçün, dəyərli müəllimlər, biz bilirik ki, qalıq hər zaman böləndən kiçik olmalıdır.
Qalıq böləndən kiçik olması üçün burada bizim qalığımız 128-dən kiçik olan ən böyük ədəd 127 olur. Ən kiçik isə 1 götürüyor, aydın məsələ. Burada məsələn 128, 129 ola bilməz, çünki təzədən 1 də bölünür. Ən kiçik burada 127 ola bilər. Ona görə tapılma qaydası 128-i vuracaqsan 34-ə, yəni bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üzərinə qalığı əlavə eləyəcəksən. Üzərinə də 127-ni gələcək. Bunları həll eləsək cavabımız alınar 4479. Ümid eləyirəm 4 dəfə 832 hesablamada diqqətli olmuşuq. B variantı. Növbəti 9-cu sualımız. Bu da həcmlə bağlı fəza fiqurlarına aid oluna biləcək sualdır. Həcminin 2də 1 hissəsi su ilə dolu olan butulkaya tili 5 cm olan kub şəkilli qabla 3 dəfə su tökdülər və butulkanın 0,8 hissəsi doldu. Butulkanın həcmi kub şəkilli qabın həcminin neçə dəfə çoxdur? Bizdə butulka var, bir də qab var. Butulkanın həcmi mən bilmirəm, x qəbul edəcəm. 2də 1 hissəsi su ilə doludur. Deməli olacaq 2də 1 x. Təni qurmağı bacarmalıyıq. İndi tili 5 cm olan kub şəkilli qabla 3 dəfə su tökdülər. Bax, tili 5 cm olan kub şəkilli qabdır. Bax, bunu belə biz düşünək. Bunun tili 5 cm-dir. Onda bunun həcmi nəyə bərabərdir? Kubun həcmi onun bir tilinin kubudur. Yəni 5-in də kubu bərabərdir 125. Amma bu kubun qabın həcmidir. Amma deyək ki 3 dəfə su tökdülər. 125-i də buradan vurarıq 3-ə. 125-i 3-ə vuranda elədi 375 kub santimetr. Deməli 375 kub santimetr su tökürlər və butulkanın 0,8 hissəsi dolur. 10-da 8x. Bunu da 10-a kəsəcək. Bu tənliyi həll edəcəksən. Bitdi, getdi. Bu necə həll edərik? Müxtəlif üsullarla 2də 1 x-i bu bir tərəfə keçirdə bilərik. Və ya sizə daha sadə bir yöntəm deyəcəm. Hər tərəfini 10-a vuraq. Kəsirimiz məxrəcdən azad olsun. Birincini hər tərəfini 10-a vuranda 12-yə bölüb x-ə vuranda 5x. 1375-ə vuranda 3750 olacaq. Buna da vuranda onlar gedəcək. 10-a böləndə 1, 8-ə vuranda 8x. Buradan 3x bərabərdir 3750. X də bərabərdir 1250. Bu 1250 nə idi? Butulkanın həcmi. Biz butulkanın həcmini x götürmüşdük. Yazıram bura butulka. Bəs qabın həcmi nə qədər idi? Bunu da az öncə tapmışıqdır. Tili 5 cm isə həcmi 125. Deyir, nə qədər çoxdur? 1250-dən çıxacam 125-i. Bu da bərabər olacaq 1125 kub santimetr. Yəni 1125 kub santimetr çoxdur. Doğru cavab deyil. 10-cu sualımız faizlə bağlıdır. Faiz son artırılan mövzulardandır. Xüsusilə bunları deyirəm ki, yəni bəlkə də siz faiz keçmirsiniz, hazırlaşmırsınız ki, faiz onsuz düşmür. Gedərsiniz orada görərsiniz, o sizi çaşdırıb və məyus edə bilər. Ona görə də bunu xüsusi vurğulayıram. 40% ilə 25%-nin fərqi 45 olan ədədin üstə 2 hissəsini tapın. Belə sual dəfələrlə düşüb bu tipli. Bunu x ilə yaza bilər, amma x ilə yazmayacağım burada. Daha rahat. 40% ilə 25%. 40%-dən çıxıram 25%-i bərabərdir 15%. İndi dəyərli müəllimlər, 15%-i 45 olan ədədi tapıram. 15%-i 45 olan ədəd. Bu da nəyin tapılmasıdır? Faizinə görə ədədin tapılması. Bizim kanalımızda dəyərli müəllimlər 3 dəqiqəyə faizin tapılmasının 3 əsas qaydasını öyrənək adlı bir videomuz var. Yəni ona baxsınız belə bu sualı yaza biləcəksiniz. 3 dəqiqənizi ayırırsınız, bir izaha baxırsınız və faizlə bağlı xeyli sayda sual həll edə bilərsiniz. Faizinə görə də tapmaq üçün ədədi, yəni 45-i vurursan 100-ə bölürsən faiz göstərən ədədə. Faiz göstərən ədəd yanında faiz işarəsi olan ədəd 15. 15 15-ə böl, 45 15-ə 3. 300. Və bizə deyir ki, bu ədədin 3də 2 hissəsini tapın. 300-ün 3də 2 hissəsi. 3-3-ə 1, 300-3-ə 100. 100-ü də 2-yə vuranda elədi 200. Deməli, bizim ədədimiz Y variantı. Bu qədər dəyərli müəllimlər. Kanalımıza abunə olub paylaşmağı unutmayın. Yəni, imtahana bir ay, belə deyək, vaxtımız var. Sizə bu bir aya qədər həm sınaqlar, həm mövzuları müntəzəm paylaşılacaq. Yetər ki, kanala abunə olub dəstək olun. Hər birinizə uğurlar, növbəti izalarda görüşərik. Hələlik.